Salam, əziz və hörmətli kanal izləyicilərimiz, xoş gördük yeni bir gündə sizi. Bugün sizlərə 4 mərtəbəli daş binanın 4-cü mərtəbəsində 3 otaqdan ibarət mənzil çəkib təqdim etməyə gəlmişik. Mənzilimiz yerləşir Xırdalanda, Razqrad adlanan bir ərazidə. Tanıyanlar tanıyır, bilənlər bilir. Heydəliyev parkına yaxın bir yerdə yerləşir. 119 nömrəli marşrut xəttinin dayanacağının yaxınlığında yerləşir. Belə deyək, mənzil çəkilişinə başladıq qonaq otağından. Mən sizi qonaq otağı ilə tanış edirəm. Gördüyünüz kimi, hörmətli izləyicilər, orta təmirli bir mənzildir. Qanuni 3 otaqdan, yel çəkən mənzildən ibarətdir. Gördüyünüz bu servant qalacaq qonaq otağında, hörmətli izləyicilər. Bu stol qalır. Bax, görürsünüz. Belə bir mənzildir. Buradan keçirik. Uşaq otağıdır. Bu dəhliz hissəsidir. Görürsünüz, belə bir dəhlizi var. Bunu dəhlizini göstərirəm sizə. Mənzilin düzü təmirə ehtiyacı var. Bu isə yataq otağıdır, hörmətli izləyicilər. Yataq otağı qalacaq. Belə bir yataq otağıdır. Keçək, burada bir balkonu var. Böyük, geniş bir balkonu var. Onu sizə göstərim. Bax, hörmətli izləyicilər, belə bir balkonu var. Açıq bir eyvanı var. Və qabağa artırması da var. Çox genişdir. Burada belə bir qab-qacıq yığmağa bir yeri var. Şkafı var, qəşəng. Bax, görürsünüz. Çox gözəl bir eyvanı var. Geniş bir eyvanı var. Bax, üstü də belə bağlanıb. Belə bir eyvanı var. Qazı, işığı, suyu, hər şey qaydası, bütün kommunal xəttlər mövcuddur. Onu vurğulayım ki, mənzilimiz çıxarışlı, qubcalı mənzildir. Hörmətli izləyicilər, burada sanitar qovşağı yerləşir. Düzdür, təmirsizdir, təmirə ehtiyacı var. Bura mətbəx hissəsidir. Kombi xətti də var. Kombisi də var. Görürsünüz, kombisi də çəkilir. Burada mətbəx. Mənzilimiz bir nömrəli məktəbə, bağçaya, Heydəliyev parkına yaxın bir ərazidə yerləşir. Bir daha vurğulayıram, hörmətli izləyicilərimiz. Həm də bir şey də nəzərinizə çatdırım ki, mənzilimiz hazır ipotekadadır. Yəni, kimin ki, belə deyək, rəsmi maaşı varsa, kimin kriteriyalarına uyğun gəlirsə, onun